namaz vacibdir. Yox canım. Vacib olan imanın ləkəsiz olmasıdır. Namaz heç nəyi həll eləmir. Həll etsəydi namazın üstündə neçə insanlar ömrü gödək gəlməzdi, neçə insanların bədəninə xəstəlik düşməzdi, neçə insanlar təzyiqdən, şəkərdən, xərşəkdən əziyyət çəkməzdi. Əgər o namaz ona kömək edərsə, etsin, etmir, deməli vacib deyil. Və Quranda deyir, Allahın heç bir kəsin ibadətinə ehtiyacı yoxdur, möhtac da deyil. Vəssalam. Namaz axirətə köməyi olar. Axirət yoxdur canım, nədir buradadır? Yolunuz açıq olsun. Allah imamı qəbul etsə, namazı da qəbul. Ürəyim, xahiş edirəm, bu süfrə hələ ki sizlik deyil. Yormayın adamı. Sizi bura yönəldənə şükürlər olsun. Mehdi, çox sağ ol. Azla sercim. İbadət bizim özümüz üçündür. Deməli, sən Allahın sözünü veciqədə almırsan. Belə çıxır da, özün üçündür, get qılda. Allah deyir, mən səndən səmimiyyət istəyirəm. Məndən rəhim istəyirsən, yaratdığıma rəhm et. Biləm, təkəbbürlə ortaya çıxma özünüz üçün. Bəs Allahın səndən istədiyi, Allah səndən nə istəyir? Səmimi davran. Sən də deyirsən, sən otur orada, mən özüm üçün ibadət edirəm. Get qıl. Get qıl özün üçün. Burada nə gəzirsən? Get ibadətini qıl da. Burada ibadətdən söhbət gedir. Burada namazdan söhbət gedir. Namaz əhlisən, get namazını qıl. Burada nə gəzirsən? Məsləhətinə şükür, səni bura yönəldənə şükürlər olsun. Dünyadan köçəndə biləcəksiniz namaz vacibli ilə Kərimova. Saygı duyuram ömrüm. Mən mələ gedəsi vaxtım yoxdur, işlərim çoxdur. Gedənlərin də yol açıq olsun. Mənlik deyil hələ. Məsləhətinə şükür, hələ mən çiynim o qədər yük qoyub ki, Allah Teala bunu bitirməmiş, mənə ölüm yoxdur hələ. Özüm də bilirəm ki, yoxdur. Çünki Allah deyir ki, sən mənim işimi yola verəcəksən, bu işlər bitirəcəksən, sonra o nisiyə cənnəti qoy səni kimi insanlar görsün, o nisiyə ardınca qoy onlar yürüsün. Bu şeydir, dünyanı heçlikdə yaşamaq, cənnətdə, cəhənnəm də buradadır ancaq. İndi bu cəhənnəm abu havasından çıxarıb, mənə vəd edir ki, burada mənə cənnət göstərəcək. Onu da yaşayıb dadandan sonra mən dünyanı dəyişəcəm. Mənim üçün nə rahat olmam. Özümə deyir o. Ümac olmayı, özünə omac oya bilməyib, özgəsinə ərişdə kəsməyə qalxma ömrüm. Yolun açıq olsun. Mən zaten o cəhənnəmi görüb gəlirəm, hələ onun içindən çıxmamışım. 73 yaşında bir davanı üstündə mənə nələr yaşadır, onu bir Allah bilir, bir mən. Nə var, oturub ağzı belə söhbət eləməyə. Mənim qızım xəstədir. Nə duası xeyir edər. Bunlar deyir, namaz lazımdır da, gidin namaz qılın, kömək eləsin, məsləhətinə şükür. Duanı qazanmaq lazımdır, 100 dua oxu. O qədər dua oxu, il yarın dayanmadan gecəli gündüzlü dua çevirmişəm Allahın adını. Hanı? Neçə il gör keçirək? 97-dən danışıram sənə. Neçə il? 30 ildir. 30 ildir hələ mən istədiyimi almamışam. Duanı sevindirib qazanmaq lazımdır ki, o savabla sən onun bir də etiraf etməklə sağlığını görəsən, yaşayasan. Cənab 02 deyir ki, Qurandan danışır, deyir, cənnət, cəhənnəm yoxdur. Cəmaat da oturub qulaq asır. Ay Cənab 22. Bax, insan öldü. Can təhvil verildi. Eləmi? Can, demirlər can öldü. Can verdi. Öldü başqa şeydi. Verdi başqa şeydi. Biz canı təhvil verdik. Can Allahın zərrəsidir. O ruhdur. O yeni nəsilə çevrilir. Bu bədəndə çürüyür, torpağa çevrilir. Bir orada qalır sümüklər. O sümüklərlə nə cənnət, nə cəhənnəm.
ha ömür. Və sən niyə qulaq asırsan? Asma da. Git fikrində bu. Sən zorla burada söz satan yoxdur ki. Hə? Sən zorla dedik ya burada bu sözləri. Ha? Fikrində qal. Yolun açıq olsun. Hər nə arzuda, diləkdəsən, Allah Teala'dan diləyirəm ona çatasan. Vəssalam. Müəllimə deyir, ahirətə inanmaq lazım. Gid inan da canım, sağ dedim inanmam. Mən inanmıram. Dində məcburiyyət yoxdur ki. Hərəndə bizim barmağın beşi də bir deyil. Hərənin öz şuur payı var. Səndə odur, məndə başqa şey. Məsləhətinə şükür. Bizi yönəldənə şükürlər olsun. Siz hansı mənsəbə qulluq edirsiniz? Bir olan var Allah'a. Bir olan Allah'a qulluq edirəm. Necə deyir Quran? Nədir bu? Məşədi xanım. Hoş gəldin. Nə deyir Quran? Ay Məşədi xanım. Allah o məşədin qapısında, o sandığında deyil, o sənin qəlbindədir. Quran deyir ki, insan öz daxilində Rəbbi ilə tək qalır, qulaq qəlbə yaxın olur. Buradan alır təlim. Siz məscidlərdən, mən də qəlbimdə. Bu məsəbə qulluq edirəm. Bir olan Allaha xidmət edirəm, sən də yolun açıq olsun. Bu qadın danışıqlarını hər kəs anlamır. Təbii ki, anlamaz. Bunlar mühürlüdürlər. Bunların şuurları Yasin surəsinin hikmətində orada gizlidir, deyir. Həqiqətən sən, Yasin surəsində deyir, göndərilmiş doğru yoldasan və yolundan azmışları doğru yola yönəldəcəksən. Bunlar bunu qəbirdə oxuyurlar ruhlara. Bilmirlər ruh hardadır, qəbir hardadır. Başa düşdün? Biz onların deyir, boyunlarına boyunduruq astıq, qulaqlarına qurğuşun tökdük, gözlərindən pərdə astıq ki, durduqları yerdən. Namazdan başqa işlət bilmirlər bunlar. Bunları belə yaradıb Allah, məsləhətinə şükür. Bunlar bunu anlaya bilmirlər. Ona görə də 3-cü surənin 7-ci ayəsində necə buyurulur? Bu Quranın bir hissəsi hökmü bəlli, mənası aydın, möhkəm sözlərdir. Yerdə qalan hissəsi mənası bəlli olmayan biri-birinə bənzər ayələrdir. Ürəklərində əyrilik, buyursun, əyrilik var deyə qəbul eləyə bilmirlər. Şək şübhə olanlar fitnə fəsad salmaq üçün mənası bəlli olmayan ayələrə uyarlar. Lakin Quranın əsl mənasını Allah'tan başqa heç kimsə anlaya bilməz. Mən nə kar eydim Quran açıqlayır. Oturub burada nə deyir onu da sizə deyirəm. Məsləhətinə şükür.